Bu cərəyan Araz müəllim nə zaman yaranıb? Biraz ondan bəhs etmək istəyirəm. Xüsusilə bu cərəyan vaxtilə İngiltərənin müstəmləkəsi olan Hindistanda ortaya çıxan bir cərəyandır. İngiltərə tərəfindən işğal edilir. 100 minə yaxın müsəlman məhkəməsiz edam edilir. Müsəlmanların bütün malları müsadirə olunur. Belə bir dövrdə ortaya çıxan bir cərəyandır bu. Və həmin o müstəmləkəçi olan İngilis yönətiminə, idarəçisinə qarşı çıxmaq əvəzinə müəyyən şəxslər bütün bu müsəlmanların başına gələn bu işgəncə, zülmün səbəbini hədislərdə sünnəni qəbul edən müsəlmanlarda görməyə başlayırlar. Təsəvvür edin. Ortaya müəyyən insanlar çıxır, Seyid Əhməd xan kimi insanlar çıxıb deyirlər ki, sizin bugün müsəlmanların bu vəziyyətə düşməsinin əsas səbəbi sünnəni İslam kimi qəbul etməyinizdən irəli gəlir. İngiltərənin zülmünü tənqid etməyən həmən bu cərəyan birbaşa sünnəni tənqid etməyə başlayırlar. Sünnənin İslamda yeri olmadığını irəli sürməyə başlayırlar. Daha sonra Qulam Əhməd Pərviz bu cərəyanın Qur'anilər adlandırılan bu hədis sünnə inkarçılarının gətirmiş olduğu bu iddiaları sistemləşdirir. Rəşad Xəlifə isə əslən Misirli olan, daha sonra Amerikaya köçmüş, orada yaşamış, əslində biokimyacı olan bir şəxsdir. Onun dövründə hədis inkarçıları daha da radikallaşmağa başlayır. Baxın, sizə bir misal verir. Rəşad Xəlifə, bir daha təşəkkür edirəm, əslən Misirlidir, daha sonra Amerikaya köçür, orada yaşayır, biokimyacıdır. Bu şəxsin heç bir 20-ci əsrdə yaşamış bir şəxsdir, Rəşad Xəlifə. Heç bir dini elmi bilgisi olmayan, istər rəsmi, istər qeyri-rəsmi, heç bir dini bilgisi olmayan bir şəxsdir Rəşad Xəlifə. Bu şəxs Quran-Kərimdə Müddəssir surəsi 30-cu ayəni oxuyur. Aleyhə 19 ayəsini oxuyur ki, o ayənin mənası söhbət cəhənnəm gözətçiləri olan mələklərdən gedir. Bütün İslam alimlərimiz, təfsir alimlərimiz bu ayəni bu şəkildə təfsir ediblər. İstər Təbəri olsun, İbn Kəsir olsun, istər Məvdudi olsun, bütün İslam alimlərimiz demək olar ki, bu isə bu 19 kəlməsinə belə demək mümkündürsə odaqlanır, taxılıb qalır Rəşad Xəlifə. Ümumiyyətlə 19 sayı diqqətini çəkməyə başlayır. Özündən bir nəzəriyyə qurmağa çalışır ki, Qurani-Kərimdə 19 sayı ilə əlaqəli bir möcüzə var. Təsəvvür edin. Özünə görə vurur, çıxır, toplayır, bir nəticəyə gəlir. Və Tövbə surəsinin son 2 ayəsində baxır ki, bunun uydurmuş olduğu bu nəzəriyyə Tövbə surəsinin son 2 ayəsinə uymur. Axırda birisi nə deyir? Tövbə surəsinin son 2 ayəsini inkar edir. Deyir, bu 2 ayə sonradan yəqin ki, Quran-Kərimə əlavə edilib. Təsəvvür edin. Quranı öz nəzəriyyəsinə tabe edir. Nəzəriyyəsini Qurana tabe etmir. İstə bir nəzəriyyə qurur, daha sonra baxır ki, Tövbə surəsinin son 2 ayəsi bunun nəzəriyyəsinə, bu 19 say sisteminə, nəzəriyyəsinə uymur deyə Tövbə surəsinin son 2 ayəsini inkar edir. Təsəvvür edin, baxın görün hara gəldi, çıxdı. Və bir müddət sonra elçilik iddiasında olur. Mən də bir elçiyəm. Mən də bir rəsulam. Rəsul, elçi yalnız Həzrət Muhammed deyir, mən də bir elçiyəm deyir. Belə bir iddiada olur. 90-cı ildə səhv etmirəmsə öldürülür. Baxın, demək ki, bu cərəyan, bir daha təkrar edirəm, İngiltərənin müstəmləkəsi olan vaxtı ilə Hindistanda ortaya çıxıb. Daha sonra Qulam Əhməd Pərviz tərəfindən bu cərəyan sistemləşdirilib. Rəşad Xəlifə tərəfindən isə daha da radikallaşıb bu cərəyan. Bütün bunlar hamısı bizə yalnız Quran yetər deyən bir cərəyanın nəticəsidir bu. Və bugün də bu cərəyan yaşayır, xüsusilə Azərbaycanda ayaq tutub, artıq mən deyərdim ki, yeriməyə başlayıb. Əvvəllər yeriməyə cəhd edirdi, deyirdim, artıq yeriməyə başlayıb.